Bakının 151 saylı uşaq bağçasında körpələrə vaxtı keçmiş məhsulların verildiyi faktı ifşa olunub. Ana Xəbər.com-a göndərilən video məlumatdan da görünür ki, istifadəyə yararsız və müddəti keçmiş ərzaq məhsullarından istifadə edilir. Görüntülərdən də aydın olur ki, yumurtaların və qatıqların istifadə müddəti başa çatıb. Lakin bağça rəhbərliyi onlardan uşaqlar üçün istifadəni rəva bilir. Hər halda öz ailəsi deyil, ona görə də başqasının körpəsinin başına gələcək hadisəyə laqeyd yanaşır. Videoda toyuq məhsulları da görünür. Belə anlaşılır ki, məhsullar ucuz keyfiyyətsizdir. Üstəlik ərzağın həcmində yeyintiyə yol verildiyi iddiaları da var. Halbuki dövlət büdcəsindən ayrılan vəsait hesabına bu məhsullar bağçaya verilir. Uşaqların qida təhlükəsizliyinə cavabdeh isə bağça rəhbərliyidir. Əslində, AQDA və digər aidiyyatı qurumlar vaxtı keçmiş məhsullardan istifadə edildiyi üçün həmin bağçada araşdırmalara başlamalıdır. Həmçinin Elm və Təhsil Nazirliyi işə qarışmalıdır. Sözgedən videonu təqdim edirik. Bu arada səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Hamısını bitir su. Cümleler var. Güzel. O bizde şeydi, yumurtadır. Biz verirəm. 2 belirə yumurta var. Qatıq var. 130 nəfərin əti budur. 130 nəfər. Ne kadar sen Allah burada? 1 kilo ne kadar? Vallahi bilmirəm ne kadardır. 1.8. Bu da çörək eləmi? 3 dənə də çörək qatılır içinə. Bu da soğan. Yarım kilo da soğan. 1 kilo yarım da kartof. Kilo yarım da kartof. Bir abırçalaq deyil.